Ölkəmizdə uğurlu fəaliyyətindən danışdıq. Buyurun. Bilirsiniz, danılmaz bir faktlar var. Həqiqətən də bizim Azərbaycan Respublikamızın Dövlət Təhlükəsizlik Xidmətinin böyük fəaliyyətini, əməyini hər bir zaman, hər bir Azərbaycanlı, Azərbaycan qanı axırsa onda hər bir zaman Dövlət Təhlükəsizlik Xidmətinin zəhmətini qiymətləndirməlidir. Təbii ki, bax, biz hamımız səhər açılır, işimizə, gücümüzə gedirik və sonra isə axşam olur, evimizə daxil oluruq. Avtomobilimizi saxlayırıq, mənzilimizə daxil olduq, qapımızı bağlayırıq və evdə uşaqla televizora baxsan, internetindən zaten məşğul olursan. Bizim gecədən səhərə qədər bizim təhlükəsizliyimizi kim qoruyur? Hüquq mühafizə orqanları, əməkdaşları. Bizim polisimiz, mən İsmail Zalov olaraq Avropa Parlamentində də, Avropa İnsan Hakları Məhkəməsində də bunu bəyan etmişəm ki, rəsmi olaraq ki, Azərbaycan polisi Avropa polisinə nümunə olan bizim polislərimiz vardır. Bilirsiniz, mən Avropada olanda bir hadisə ilə rastlaşdım və qıraqdan dayanaraq bir müşahidə etdim. Müşahidə etdiyim zaman gördüm Avropanın polisi nə cür turistə qarşı rəftar edir. Xaricdən gələn bir turist idi və o turist bu çantasını bunun uğradılar, əlindən aldılar və o vətəndaş polisə yaxınlaşaraq polisə söyləyir ki, mənim çantamı uğradılar, bax filan yerdə dayanıb, xahiş edirəm, mənə kömək edin. Sizi tam əminliklə söyləyirəm ki, polis eşitdiyimi, gördüyümə mən inanıram, görmədiyimə inanmaram. Mən öz gözümlə gördüm ki, polis qayda deyir ki, mən görmədim sənin çantamı uğrayanda. Nətər ola bilər? Vətəndaş, özdə turistdir bu, gəlib sənin dövlətinə xeyir verir, gəzir, istirahət edir və onun başına bu cür hadisə gəlir. O hadisəni gəlir sənə polisdə, sənə müraciət edir, sən deyirsən ki, mən görmədim. Əhəmiyyət vermir. Əhəmiyyət vermir. Bilirsiniz nətər? Ürəklə yanaşmadı, köməklik də eləmədi və budur, öz-özümə də əlimi qoyaraq vicdanıma, ürəyimin üzərinə dedim ki, həqiqətən də halal olsun Azərbaycan polisinə. Kimliyindən, dinindən, əqidəsindən asılı olmayaraq Azərbaycan polisinə müraciət olan kimi gecə gündüz xidmətdə vətəndaşın duran 102 qaynar xəttli Daxili İşlər Nazirliyi hər bir zaman vətəndaşına xidmət edir. İnandırım sizi tam. Üzr istəyirəm, hər bir dövlətdə müxalifət də var, iqtidar da var. Müxalifət olmalıdır, sağlam müxalifət. Ancaq inandırım ki, o müxalifət polisə müraciət edir, dədəsinə etmir birinci, qardaşına etmir, doğmasına etmir, birinci kimə mobil telefonu götürür, yığır, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 102 qaynar xəttinə. Bu tərif deyil, bu faktdır. Faktla danışmaq lazımdır. Ona görə həqiqətən də Azərbaycan dövlətimiz qüdrətli, hüquqi dövlətdir. Buradan çağırış edirəm. Ey gözəl Azərbaycan xalqı, gəlin dünya Azərbaycanlara, Azərbaycan dövlətimizin qədrini bilək. Bir baxaq o ölkələrə, dövlətlərə ki, nə cür vəziyyətdir, terrorçuluq, hadisələr, mitiklər, cürbəcür anarxiyalar baş alır gedir. Azərbaycanda var mı? Xeyr, yoxdur. Ona görə Azərbaycanımızın qədrini bilməliyik. Bilirsiniz nətər? Bunun səbəbkarı da var da. Bu səbəbkarı da unutmalı deyilik əsas növbədə. Ki, o səbəbkar da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Heydəroğludur. Heydər Əliyevin, dahi oğlu öndər Heydər Əliyevin bugün siyasətinin davamçısı İlham Əliyev Heydəroğludur. Eşq olsun Azərbaycan. Mən Azərbaycanımla fəxr edirəm. Həqiqətən də Azərbaycan
dövlətini. Avropa ölkələrində yüksək səviyyədə. Bilirsiniz, mən bunu fəxrlə söyləyirəm, qürurla söyləyirəm ki, Avropa parlamentinə daxil olanda dəvətnaməmizi göstərdi və pasportumuz istəyəndə pasportumuzu açan kimi söyləyirlər Azərbaycan, cənab prezidentimizin adını hallandırırlar, dövlətimizin adını hallandırırlar, alnı açıq daxil olub. Bəli. İstərsəniz insan qüruru. Bəli, üzr istəyirəm. Avropa parlamenti, BMT-si o 4 qətnaməni icra bugünkü günə qədər etmir. Bugün 24-dür, 06-2025-ci ildir. Ancaq Azərbaycan dövləti 44 günə öz torpaqlarını azad etdi. Bax, budur Azərbaycan. Bəli, Allah Azərbaycanımızı var eləsin. Amin. Mən istərdim ki, İsmail müəllim, biz belə deyəlim də təhlükəsizlik orqanlarından danışdıq. Məhkəmə proseslərindən danışardıq bir balaca. Bilirsiniz, Azərbaycanda həqiqətən də şəffaf bu tərifdir. Bilirsiniz nətərdir? Düzünü söyləyəndə bəzi insanlar deyir, yaltaqlıq edir. Çox təəssüflər, yazıqlar olsun o şəxslərə. Azərbaycanda məhkəmələr çox şəffaf, çox ədalətli. Görün nə qədər islahat işləri aparılır. Azərbaycanda bugün Azərbaycan dövlətində vəkillər institutu var. Vəkillər büroları var. Görün nə qədər əvvəl 90-cı illər, 93-cü illərdə vəkillər var idimi? Azərbaycan vəkilləri tanınmırdı. Bugün Avropada Azərbaycan vəkilləri tanınır. Bugün məhkəmələrimizdə yüksək səviyyədə islahat işləri aparılır. Bilirsiniz nədir? Təbii ki, cinayətkar heç bir zaman öz cinayətini etiraf etməz. Doğru. Bu bir. İkinci, məhkəmə aparılır, məhkəmə istintabı ilə aparılır, sübutlar da təqdim olunur. Hər bir şey qanundan kənar çıxmamaq şərti ilə bu şəxs cinayət məsuliyyətinə cəlb olunur. Azadlıqdan məhrum olunan kimi dərhal məhkəmənin, çox təəssüflər ki, bir dənə Azərbaycandadır bu cür, məhkəmənin üzərinə başlayırlar getməyə, yalandan şəhər böhtanlar atmağa. Bilirsiniz nətədir? Mən gəlin Gürcistan dövlətinə baxaq, qonşu dövlətdir, adlar çəkmək istəmirəm. Onların da məhkəmələrdən baxaq, hüquq mühafizə orqanı, bir vətəndaş var, Gürcistan dövlətinə müraciət edir, hüquq mühafizə orqanlarına. Heç ona cavab verən yoxdur. Ancaq bizdə hüquq mühafizə orqanlarına bir müraciət olan kimi qısa zamanda ona cavab verilir, bildirir nöqsanını da və ona kömək də olunur. Bilirsiniz nətərdir? Ona görə gəlin o bəzi insanlara səslənmək istəyirəm ki, gəlin Azərbaycanımızın qədrini bilək. Bilirsiniz, şükürlər olsun ki, bunu da söyləmək istəyirəm, şükürlər olsun ki, Azərbaycanda siyasi məhbus da yoxdur. Siyasi məhbus da yoxdur. Ona görə bilirsiniz, Azərbaycanımız gündən-günə inkişaf edir, demokratik. Hamımız dövlətimizə xidmət etməli. Bilirsiniz, dövlətinə xidmət etməyən adam dövlətindən narazılıq edir. Mən sual vermişəm. Sual vermişəm ki, ay Nahid, niyyədən narazısan? Deyir, bəli. Deyirəm, sən bir dövlətə Nahid nəsə etmisənmi? Daşın üstünə daş qoymusanmı? Baxır belənçə. Xidmətdə olmusanmı? Baxır belənçinə. Deyirəm, birinci bir dövlətivə xidmət et, ondan sonra sən dövlətindən nəsə qanun çərçivəsində